Mən Əhmədov Dursun, Amasya rayonunun Abalamalının Göylü kəndindən 1959-cu ildə mart ayında anadan olmuşam. Uşaq vaxtlarındakən atamı itirmişəm. Babamla əmrlərimin sayəsində böyük başa çatmışam. O kənddə orta məktəb olmadığına görə, bizim kənddə 8 illik olduğuna görə orta məktəbi Yeniyol kəndinə 3 kilometr piyada gedib gəlib qurtarmış. Bizim kənd qışda çox soyuq olurdu, metr qar yağırdı və orada təsərrüfatçılıqla məşğul olurdu millət. Mal, qoyun, yəni ki, arpa, buğda əkərdilər cəmaət, işləyirdi, yaxşı. Sonra Kəndinizi belə təsəvvür eləyə bilərsiniz ki? Bizim kənd dağın ətəyində yerləşirdi. Kənddə göl olduğuna görə o kəndə Göllü adı verildi. O kəndin adını dəyişdirə bilmədilər. Çünki baxdılar ki, ermənilər bu nətər göl, elə göl. Bizdən 7 kilometr aralı bizim kənddən Arpa göl var idi. Türkiyədən Qaraxan çayı axırdı oraya. Orada sazan balıq, qızıl balıq. Bizim kənd də dağın ətəyində yerləşirdi. Qalağı düzənli idi və Azərbaycan kəndlərindən əhatə olunmuşdu. Qaranamaz, İlanlı, ermənilər o kəndlərin adını sonra dəyişdirdilər. Birini Çaybasar qoydular, birini Yeniyol qoydular. Məsələn, Şurabad kəndi var idi, Sultanabad idi Azərbaycanın adı. Onu dəyişdilər, elədilər Şurabad. Yəni ki, belə bütün adları dəyişdirdilər. Və bizim kənd çox gözəl, mənzərəli bir kənd idi. 2 bulaq axırdı, kəndin aşağı məhəllə, yuxarı məhəllə. Biz yuxarı məhəllədə yaşayırdıq. 74-cü ildə 8 illik qurtardım, 2 il Yeniyola 76-da qurtardım. 77-ci ildə hərbiyə çağırıldım, may ayının 5-i, həmən bu gün. Hərbdən 79-cu ildə qayıdandan sonra Ermənistanda bir ekspedisiya var idi, Moskvaya baxırdı. Geolog razvedka, Armyanskı Atriyat. Bizim mərkəz yerləşirdi Razdan şəhərində. Mən oraya şəhərə kimi qəbul olundum və orada fəvqətlə işləyəndən sonra mən aldım orada diplom və 5-ci dərəcəli broy usta. Yəni üstlədim. Bütün Ermənistanın rayonlarında, kəndlərində oldum. Məsələn, Gümrü şəhərində. Onun adını sonra dəyişdirdilər. Sovet hakimiyyəti qurulan sonra Gümrü şəhərinin adını qoydular Lelinakan. Bizdən aralı. Mən orada qalırdım, erməni öyündəkilərdə qalırdım. Böyük istedadla məşğul oldum. Yaxşı işlədiyimə görə işi əla bilirdim. Ona görə mənə vəzifə verdilər. Sonra biz getdik Kirovaqan şəhərinə. Sonra bu Stepanovan var, onun adı Calaloğlu idi. Sonra ermənilər dəyişdi, onu Stepanovan elədi. Sonra bu Kalino rayonu var idi. O Gürcüstanla sərhəd idi. Onun adı Varanso idi. Sonra ermənilər dəyişdirdilər, elədilər Kalino rayonu. Sonra mən ermənilərlə işləyirdim, var idi, yaxşı idi münasibətimiz. Amma onlarda bu Daşnak Tütün partiyası vardı. Bir, məsələn, dövlət mənzili tuturdu. Biz Moskvaya baxdığımıza görə bircə Azərbaycanlı mən idim o atriyadda. Geolog razvedka 400 metr yanında orada mən idim. Dövlət bizə ev tuturdu. Kilədə qalanda 5 erməni olardı. Məsələn, mən idim Azərbaycanlı. Var idi yaxşıları, ancaq o Daşnak Tütün qurum partiyaları vardı, onlardan baxırdın ki, bizi sevmirlər. Sonra 80-cı ildə, demək, Sovet vaxtı universitet zaten təyinat var idi. Bakıdan 3 nəfər təyinatla gəldi 80-cı ildə bizim o atriyada. Biri Naxçıvan şəhərinin özündən idi, Şəmsi idi adı. Biri Babək rayonunun Nehrəm kəndindən idi, Vəli müəllim. Biri Kəlbəcərdən idi, Qərib. Onlar işlədilər, onlar nəsə imkan vermədilər, onlar geri qayıtdılar. 3-4 aydan sonra geri qayıtdılar. Mən işlədim düz 88-ci ilin 88-də bu fevralında bu Sumqayıt hadisələri oldu. Ondan sonra bizə qarşı çox aqressiv oldular. Azərbaycanlıları döyürdülər, vururdular. Mən ermənicə səlis danışdığıma görə təmiz danışa bilirəm, ermənicə çox təmiz danışdığıma görə mən bilmirdilər ki, mən bir iş yoldaşlarım bilirdi mən Azərbaycanlıyam. Burada vəziyyət gərginləşdi. 88-in avqustuna qədər işlədim, mümkün olmadı. 88-in dekabrında
zəlzələ oldu. Mərkəzi Spidak şəhəri olmaqla Gümrüdə bizimki və çox dəhşətli oldu. Özü də bizdə 1 metr qar yağırdı, o Qaraxaç yolu var. O qışda bağlanırdı. Allahın taleyi xoş gətirdi. Orada Rus hərbçiləri dururdu, bizim kəndlə ermənilərin kəndinin arasında. Mən onlara sual verdim ki, bu nə qədər dedi, biz bir ay durub çıxış edərdik, başımızın çarəsini qırıb. Yəni ki, ermənilər sizə hücum eləyəcək. Mən şəxsən söhbət eləmişim o hərbçilərlə, onların ofitserlərlə söhbət eləmişim. Tank saxlamışdılar, erməni kəndi, o Qızılqoç rayonu, bizim kəndə, o Qızılqoç rayonu Demirçiyanın o birinci katibin rayonuydu. Onun adını dəyişib Qasem eləmiş Qızılqoç. Onun kəndi orada Metsi Pasar deyirlər. Aramızda 3-4 kilometr tank əyləmişlər, vaynilər dururdu. Vaynilər dedi, biz çəkiləndən sonra sizin vəziyyət çox ağır. Cəmaət başladı köçməyə. Necə xatırlayırsınız köçü? Köç çox acınacaqlıydı. Qış idi, dekabr ayı. Soyuq, maroz, qar, cəmaət Nə götürə bildiniz evlərdən? Evlər qaldı. Yüngül varidə paltardan da, malı qoyunu qalan oldu, evi qalan oldu, qaldı. O da Çiriz, Gürcüstan tərəfdən yol açıq idi, deyim cəmaət yoxsa o yol bağlı olsa çox vəziyyət pis olacaq, qırğın olacaq, cəmaəti qıracaqlar. Heç oldu kəndinizə kimlərsə hücum eləyər? Yox, bizim kənddə olmadı. Rayona zada gedəndə, Amasya rayonuna gedəndə İşdalından, məsələn, Xəstən, düz ermənilər sataşırdı. Onlar da bu Sumqayıtdan zaddan gələn ermənilər idi, yəni Azərbaycandan köçən ermənilər idi. Yerli cəmaət bizi tanıyırdı, bizə münasibəti yaxşı idi, amma onların buradan gələnlər çox aqressiv idi bizə qarşı. Vururdular, döyürdülər, söyürdülər. Yəni mən onu şəxsən getdim, gördüm 89-cu ildə mən zəlzələyə görə getdim kənddə. Orada dünya bankı ermənilərə kömək edirdi. Orada tikinti apardılar, şəhəri zad və pul köçürürdülər. Orada Milli Məclisdə qayıtdılar ki, ermənilər deyir ki, biz onların evlərinə pul vermişik. Milli Məclisdə sağ olsun Hikmət Babaoğlu söz götürdü, dedi ki, orada evlərə görə vermişlər. Zəlzələyə görə kim zəlzələ çəkib, zəlzələyə görə dünya bankı, dünya köməkləri. Evlərə heç kimə bir qəpik verilmədi. Amma zəlzələyə görə bəzi insanlara yardım oldu. Necə ermənilərə olurdu, ermənilərə çox olurdu. Məsələn, ermənilərə 50-60 min, 100 min verəndə bizim cəmaətə 3 min, 5 min, belə də 6 min. Yəni o da zəlzələyə görə, yəni ki, dünya bankı kömək edirdi. Kəndimiz çox səfalı yerdə idi. Yaşıllıq, yayda açırdı, gül, çiçək, lala. Kəndinizin bulaqları, çayları, adları var idi, belə xüsusi? Var idi, bəli. Məsələn, Təkbulaq var idi, Qarabulaq var idi. O su qışda da donurdu, biraz tuzluydu. Axıb gedirdi, baxın göz. Qarabulaq, Təkbulaq, Qoşabulaq. Sonra inanclarınız varsa İnanclar da var idi. Bizim demək kənddə bu qəbirstanlıq var idi. Biz onun üstə xat şəkli var idi. Akasiya bu Rum qəbirstanlığı imiş. Biz ona erməni qəbirstanlığı bilmirdik, uşaq idi. Mən danışıram sizə 70, 69, 68 mən az yaşım oldu. Mən sonra bildim. 72-ci ildən ermənilər başladılar o qəbirstanlığı çürüyüb yol salmağa. Biz dedik bu erməni qəbirstanlığı da niyə ermənilər bunu çürüyüb yol salırlar? Da elə bir yol çeydilər üstdən. Akasiya bu erməni qəbirstanlığı deyilmiş. Bizdə orada Rumlar yaşayırmış, Rumlar. Üstə də xat şəkli vardı, amma bunların oxşarı Rum. İndi mən görürəm burada Rum kilsələrində, görürəm həmin şeydən. Bunu da ermənilər qazıdılar, bu zernestlərin qabağına verdilər, yol saldılar. Həmin qəbirstanlıqları. O daşlar indi də var. Bizim kənddə var idi böyük daşlar. Ərəbcə yazılmışdı onlar, ərəbcə. Yəni onlar biz babalarımızdan soruşurduq, deyirdi o qabaq burada. Bu bizim əlifba, Latın əlifbası elədilər. Bu sonra ruslar gələndə çöndərdilər, edərdilər Kiril əlifbası. Kiril əlifbası eləyəndən sonra o daşların üstə ərəbcə yazılmışdı. Böyük daşlar idi, özdə onlar qədimi daşlar idi. Məsələn, baxırdıq tarixində yazılan 1700, məsələn, 88, 1730, bax belə. Eləsi də vardı ki, ərəbcəyə geçib biz onu oxuya bilmirdik. Çünki o vaxt savad sənəyə nöqtə rus dili idi də əsas orada. 3-cü sinifdən bizə erməni dili dərsi keçirdilər həftədə 2 dəfə. Kəndinizin məbədi, məscidi? Yox, məscid bizdə yox idi, amma mollamız var idi.
olur da hardansa qıraqdan gəlmək, molla məsələn o molla bizim ölüləri qaldırardı, Quran oxuyardı. Məsələn bu müsəlmanlıq bu məhrəmlik vaxtı nəsiyyətlər deyərdilər, var idi belə bir şeylər, amma Bəs adət-ənənələriniz məsələn? Adət-ənənələrimiz məsələn biz orada bayramı çox gözəl keçirdik. Novruz bayramı. Yəni martın çərşənbələrdə aloy qalayardıq, yumurta döyüşdürərdik. Martın 21-i baza deyirdi, burada papaq atma dedik. Biz orada baza deyirdik, gəzərdik, uşaqlar çantar bəsək tikdirərdik, qapılara konfet verərdilər, yumurta verərdilər. Almada olanlar meyvə, bax belə uşaqlıq illəri elə keçib. Çox gözəl kənd idi, Arif üçün tərk elədik. Gənc nəslə bu barədə nə demək istəyirsiniz? Gənc nəslə demək istəyərdim ki, imkan olsa əgər dostluq qurulsa Ermənistanla getsin, bizim orada qəbirləri ziyarət eləsinlər. İmkanları olsa yaşasınlar, qorusunlar bizim o vətəni. Son olaraq nəsə demək istəyirsiniz? Son olaraq demək istəyirəm ki, Allah Taala bizə qismət eləsin, gedək oraya ziyarət eləyə.